Hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. İsrail mediası İran-ABŞ-İsrail savaşının bitmə tarixini açıqlayıb. Verilən məlumata görə müharibə aprelin 9-una qədər başa çatacaq. Amma doğrudanmı bu baş verəcək? Niyə məhz aprelin 9-u? Aprelin 9-unda müharibənin 40 günü tamam olacaq. Görünən odur ki, ABŞ və İsrailin planına görə 40 gün ərzində müharibə başa çatmalıdır. Yəni 6 həftəyə bu məsələni yekunlaşdırmalıdırlar. Ancaq bir nüans da var ki, Qərbin aparıcı beyin mərkəzləri quru hərəkatı başlamadan İranda molla rejiminə qalib gəlmək mümkün olmayacaq deyirlər. Və hadisələrin gedişatı onu göstərir ki, ABŞ və İsrail ciddi sürətlə qara hərəkatına, yəni qurudan döyüşlərə başlayacaq. Hər nə qədər ki, Donald Trump, ABŞ prezidenti müxtəlif bəyanatlar verir və dolaşıq, qarmaşıq fikirlər səsləndirir müharibənin gedişatı ilə bağlı. Gah deyir, İranla razılığa gəlmişik, digər tərəfdən deyir ki, biz qalib gəlmişik və s. axır. Donald Trump'ın bu fikirlərini təhlil edəndə görürük ki, əslində vaxt tutmağa çalışır Birləşmiş Ştatlar və sürətlə quru döyüşlərinə hazırlıq görür. Bəs quru döyüşlərinə hazırlıq hardan baş verə bilər? İraqdan girmək mümkün deyil, dağlar qoruyur, coğrafi şərait, üstünlük İranın tərəfindədir. Azərbaycandan bu indiyə qədər mümkün olmayıb və bundan sonra da biz çox ciddi ziyan görə bilərik deyə o qədər də inandırıcı gəlmir Azərbaycan ərazisindən ABŞ və İsrail qoşunlarının İran ərazisinə daxil olmağı. Hərçənd ki, bunun üçün münbit şərait də yaranıb, İran dronlarla Azərbaycan ərazisinə hücum edib. Hər nə qədər molla rejimi bu hücumları onun təşkil eləmədiyini bildirsə də, beynəlxalq hüquq var. Görünən odur ki, hücum İran ərazisindən, özü də Tehran yaxınlığından olub. Fərqi yoxdur, bu provokasiyadır, fərqi yoxdur, bunu İsrail və ABŞ-ın fitnəsi ilə həyata keçirənlər olub və s. ilaxır. Yəni bu dövlətdirsə, dövlətçilik məsələsidirsə, uşaq oyuncağı deyil və hücum İran ərazisindən baş verdiyinə görə Azərbaycanın özünü müdafiə eləmək və gələcək hücumlardan qorunmaq, sığortalanmaq haqqı var. Amma bütün bunlarla yanaşı rəsmi Bakı fikrimcə təmkin nümayiş etdirəcək və ABŞ-a, İsrailə öz ərazisindən İrana hücum etməyə imkan verməyəcək. İkinci bir şimal istiqamətindən ölkə Ermənistandır ki, bu daha inandırıcı görünür. Ermənistanda Amerikanın 2000 nəfərlik ordusu var. Ermənistandakı səfirlikdə yerləşdirilib, uzun müddət ki, oradadır. Hər nə qədər İsrail-Ermənistan münasibətləri qənaətbəxş olmasa da, Ermənistanla Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik xartiyasının imzalanmağını da sizin diqqətinizə çatdırmaq istəyirəm. Hal-hazırda müharibənin 25-ci gününü yaşayırıq və yerdə təxminən 15 günlük, 2 həftəlik vaxt qalır və 2 həftə ərzində Amerika Birləşmiş Ştatları nəyə nail ola bilər? Geriyə baxanda 25 gün ərzində ali dini liderdən tutmuş bütün hərbi vəzifəlilərin və digər mülki şəxslərin, Təhlükəsizlik Şurasının sədri Əli Larijani və digərlərinin öldürüldüyünü nəzərə alsaq, quru döyüşlərinin də bu sürətlə baş verə biləcəyini ehtimal eləmək mümkündür, ancaq o qədər də asan görünmür. Birincisi, İranın 1,2-1,5 milyonluq hərbi canlı qüvvəsi var. Digər tərəfdən quru döyüşlərində İran ev sahibidir. Partizan savaşları, şəhər döyüşləri Amerika Birləşmiş Ştatlarının, eyni zamanda İsrailin işini bir xeyli çətinləşdirəcək. Hər nə qədər İranın havadan müdafiə sistemləri olmasa belə, quru döyüşləri ABŞ və İsrail üçün çox çətin olacaq. Məsələn, başqa tərəf ondan ibarətdir ki, Ermənistanla yanaşı şimaldan hücum olarsa Türkiyə də icazə verməyəcək qərb istiqamətindən.
İraqdan dediyim kimi sadəcə mümkün deyil. Və digər Xəzərin sağ sahilindən Türkmənistan ərazisindən Amerika ordusunun İrana daxil olması ümumiyyətlə mümkün görünmür. Yalnız Əfqanistan qalır və Pakistan qalır. Pakistanla ABŞ arasında strateji müttəfiqlik mövcuddur. Eyni zamanda Əfqanistan məsələsi Taliban hər hansı bir şərtlər daxilində ABŞ ordusuna icazə verə bilər. Ümumiyyətlə heç Amerika Birləşmiş Ştatlarının Əfqanistan ərazisindən İrana daxil olmasına hər hansı bir icazə yoxdur. Cənub istiqaməti qalır Hörmüz boğazını, Hörmüz boğazından ABŞ gəmilərinin, əskər dolu gəmilərinin, hərbiçi dolu gəmilərinin keçişi müşkül görünür. Çünki boğaza hələ də nəzarət İranın əlindədir və uzun müddətdə yəqin ki, ondan sonra İranın əlində qalacaq. Və Kürdlərin müdaxiləsi ilə İraq ərazisindən girişi mövcuddur. Bəli, Kürdlər PEJAK, PKK, bunlar İsrailin, bunların demək tasması İsrailin əlindədir, mümkündür. Ancaq bir qədər qüvvələr balansı məsələsi var. Çünki Türkiyədə hadisələrin bu cür gedişatına göz yummayacaq. Çünki indiki Qərbi Azərbaycan ostanına Kürdlər nəzarət edə bilər, Urmiya itirilə bilər və Türkiyənin İran istiqamətindən şərq sərhədləri təhlükə altına düşdüyü üçün ola bilsin ki, Ankara bu məsələyə sərt təpki göstərə bilər. Bir sözlə qarmaqarışıq bir durumun içərisindədir region hal-hazırda, Orta Şərq yanır. Və 2 həftə ərzində mən hesab edirəm ki, bu münaqişənin bitməsi bundan sonraki 2 həftə ərzində başa çatması real görünmür. Və quru döyüşlərinə də başlamadan İran bu savaşda qalib gələ bilməz və sona bir variant qalır və indiki məqamda daha inandırıcıdır. Amerika daxilində Trumpa çox saylı baskılar var. Trump onurlu geri dönüş, onurlu geri çəkilmə adı altında buradan geri çəkilə bilər ki, o zaman İsrail ilə İran tək başına qala bilər. Və bu İranın ən çox arzuladığı senaridir və İsrail də bunu istəmir və hər hansı bir formada 9 aprelə qədər İrana öldürücü zərbə vuraraq proseslərə son vermək niyyətindədir ABŞ-İsrail koalisiyası. Qərb və eyni zamanda Körfəz ölkələri münaqişəyə qoşulmaq niyyətində deyil. Eyni zamanda bir daha təkrarlayıram, Azərbaycan bütün riskləri nəzərə alır və öz ərazisindən bu vaxta qədər İran ərazisinə hər hansı bir müdaxiləyə imkan vermədiyi kimi bundan sonra da imkan verməyəcək. Ən azından mən belə düşünürəm. Hadisələrin indiki mart ayının 24-nə, 25-nə olan proseslər bunu göstərir. Gələcəkdə İran Azərbaycana qarşı hər hansı bir təhdid xarakterli addım atarsa, ərazilərimiz hədəf götürülərsə, o zaman vəziyyət dəyişə də bilər. Bir çoxları hesab eləyər ki, mən ABŞ və İsrailin mövqeyini müdafiə edirəm. Əsla belə deyil. İran bizim müsəlman qonşumuzdur. Orada 40 milyon Azərbaycanlı soydaşımız yaşayır. Bunların birinin də burnunun qanamasını istəmirəm və İsrailin Livanda, eyni zamanda İranda mülki şəxsləri hədəf almasını da doğru saymıram və istənilən halda bu insanlıq əleyhinə olan bir cinayətdir və Qəzzada da soyqırım törətmiş bir ölkədir İsrail və özünü sırf terror dövləti kimi aparır Netanyahunun başçılığı altında və istənilən halda biz regionda sülh istəyirik. Bizim əsas hədəfimiz regiona uzun müddətli, hətta əbədi barışın gəlməsidir. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı, verilişlərimizi bəyənməyi və şərh yazmağı da unutmayın. Hələlik.